Möhtərəm müsəlmanlar, Allahdan qorxun. Bilin ki, əziz qardaşlar, insana onun dünyası və axirətinə ən çox faydalı olan ibadət növlərindən birisi sədəqədir. İbadətin elə növləri var ki, qardaşlar, onun səmərəsi sırf axirətə aiddir. Və ibadətin elə növləri var ki, axirətdən öncə onun səmərəsi dünyada ikən tezləşdirilir. Axirətdən öncə həmin ibadətin savabı, mükafatı, təsiri, əsəri dünyada da verilir. Və həmin ibadət növlərindən birisi sədəqədir. Və yaxud həmin ibadət növlərinin başında duran ən birincisi sədəqədir. Və ağıllı insan Allah Subhanahu wa Ta'ala'nın ona verdiyi mal mülkdən dünyada özünə ev eşik qurduğu kimi Allah yolunda xərcləyərək, sədəqə verərək axirətdə də özünə ev eşik qurandır. Çünki əsl həqiqətdə sənin dünyadakı o xərclədiyin maşın, ev, geyindiyin paltar, əlində olan bu mal mülk əsl həqiqətdə bunların heç biri sənin deyil. Onların hamısı sənin varislərinindir. Müvəqqəti olaraq istifadə edirsən, bir müddət sonra o şeylərdən sənə heç bir şey qalmayacaq. Geyindiyin paltarı başqası geyinəcək, sürdüyün maşını başqası sürəcək, yaşadığın, qaldığın evlərdə başqaları qalacaq. Sənə heç bir şey qalmayacaq. Sənə qalan isə sənin axirətdə özünə saxladığındır. Allah üçün xərclədiyindir. Allah üçün sədəqə etdiyindir. Çünki onun savabı, Allah üçün verdiyin, xərclədiyinin savabı, mükafatı qalır. O səninlə qalır. Səndən ayrılmazdır. Əbədi olaraq axirətdə səninlə qalan yalnız odur. Necə ki, Allahın Rəsulü buyurur sallallahu aleyhi ve sellem, Məlukə mə qaddəmt. Sənin malın, yəni sənə məxsus olan mal-mülk sənin təqdim etdiyindir. Yəni, sən öləndən sonra sənə qalandır. Əgər sən deyirsən ki, mənim, həqiqəti sənin olan, o şeydir ki, o sənə qalır. O şey yox ki, o səndə qalmır, səndən çıxır, başqalarına keçir. Sənin olan həqiqi mənada sənin əbədi olaraq istifadə etdiyindir, davamlı olaraq istifadə etdiyindir. Bu isə yalnız o malından, mülkündən verdiyin sədəqələrlə mümkündür. Allah üçün xərclədiyin o mal ki var, o sədəqə ki var, odur sənə qalan. Bundan kənarda sənə heç bir şey qalmır. Və Allah Subhanahu wa Ta'ala buyurur, Mən zəlləzi yuqridullaha qardan həsənə fəyudaifəhu ləhu adafan kəsirə Vallahu yaqbidu və yaqsutu və ileyhi turca'un. Allah Teala buyurur, kim Allaha gözəl borc verərsə, Allah bunu ona qat-qat artırar, Allah kimisinin ruzisini çoxaldar, kimisini azaldar, sizlər Allaha dönəcəksiniz. Allah Teala deyir, kim Allaha gözəl borc verərsə, gözəl borc. Allah yolunda xərclədiyini Allah borc adlandırır. Təsəvvür edin. Elə düşün ki, sən etibarlı bir, əmin olduğun bir şəxsə 10 manat pul verirsən borc olaraq və arxayınsan. Bilirsən ki, o pul onda itib batmaz. Nə zaman üstünə getsən, onu sənə qaytaracaq. Və o pul sənin sanki onda durub, qorunub, saxlanılır. Və əlindəki bir vaxt bitəndə, ehtiyacın olanda gedirsən həmin adamın üstünə, deyirsən ki, borcumu qaytar, götürür sənin 10 manatını qaytarır. Və yaxud düşünün, vermirsən 10 manat və gedirsən ehtiyacın olduğu vaxt və bilirsən ki, o pul onda itmir, onda qalır. Arxayınsan buna. Və gedirsən, deyirsən ki, ehtiyacın var, zəhmət olmasa borcumu qaytar. Deyir ki, alam.
10 manat yox, 100.000 manatdır sənin üçün. Deyirsən ki, mənim 10 manatım lazımdır, mənimlə istehza etmə. Sənə deyir ki, sənin verdiyin 10 manatı əslində mən borc alaraq götürdüyüm 10 manatı işə qoydum, ticarətə ayırdım sənin üçün və bunun qazancı, gəliri oldu, budur. 100.000 manatdır sənin üçün, hamısını götür apar. Yəni, belə bir şey mümkündürmü, təsəvvür oluna bilərmi? Çox nadir halda. Amma Allah subhanahu ta'aladır bunu edən. Allah Teala'dır bunu. Allah Teala özü deyir. Mən zəlləzi yuqridullahi qardan həsənə. Kim Allaha gözəl borc verərsə. Fikir ver, Allah sənin Allah üçün xərclədiyin o sədəqəyə borc deyir. Yəni sən Allaha borc verirsən. Sənin xərclədiyin yeməyə, içməyə o gedir, qalmır səndə. Amma sədəqə olaraq çıxartdığın hamısı yığılır, toplanır. İndi təsəvvür edin, illər boyu yaşayırsan bu həyatda, illər boyu yeməyə, içməyə, evə, eşiyə, ora, bura nə qədər milyonlar tökmüsən. Oradan heç məsələ yoxdur. Amma bunun müqabilində düşün ki, sən illər boyu Allaha sədəqələr edirsən. Hamısı durur. Hamısı durur Allaha. Allahda durur hamısı. Nəinki durur? Allah Teala deyir ki, onun əvəzini qat-qat artırır. Allah Teala onu artırır. Təsəvvür edin. Allah sənə öz mülkündən verir, sonra sənin Allahın öz mülkündən xərclədiyini Allah üçün. Allah deyir ki, sən onu mənə borc verirsən. Ey Allahın qulu, onu sən mənə borc verirsən və onun əvəzini sənə qat-qat qaytaracam deyir. Subhanallah. Təsəvvür edin bu əzəmətə, yəni sədəqənin mükafatının böyüklüyünə, əzəmətinə baxın. Və sədəqə malı mülkü azaltmır əsla. Zahirən belə görsənə bilər. Zahirən, amma həqiqətdə azaltmır. Allahın Resulü buyurur sallallahu aleyhi ve sellem, Mə nəqasa sadaqatun min məlin. Sədəqə maldan mülkdən heç bir şey azaltmır. Heç bir şey azaltmır. Əksinə, sədəqə sənin əlində olan malın mülkünün bərəkətini, xeyrini çoxaldır. Sədəqə sənin dünyada olan mal mülkünün xeyrini, bərəkətini çoxaldır, axirətdəki savabını dərəcəndə artırır. Sənin Allah üçün verdiyin sədəqə dünyada əlində olan mal mülkü bərəkətləndirir, xeyrini çoxaldır, axirətdə isə savabını və sənin dərəcəni artırır. Və sədəqə, əziz qardaşlar, günahları çox əcaib şəkildə silən bir əməldir. Günahları əcaib şəkildə silən bir əməldir. Allahın Resulü buyurur sallallahu aleyhi ve sellem Muaz radiyallahu anh'a. Deyir ki, Ələ ədulluke alə əbvabil xeyr, əs-savmu cünnətun və sadaqatu tutfi'ul xati'ətə kəmə yutfi'un nəru əl-mə, kəmə yutfi'ul mə'u ən-nəra. Deyir ki, Allahın Resulü sallallahu aleyhi ve sellem Muaz radiyallahu anh deyir, sənə xeyir qapılarına yönəldimmi səni? Sənə xeyir gətirəcək bir əməllərə irşad edimmi? Sonra buyurur ki, oruc qalxandır, sədəqə isə günahları suyun odu söndürdüyü kimi söndürür. Sədəqə günahları, Allah Resulü sallallahu aleyhi ve sellem sözüdür bu. Deyir ki, sədəqə günahları odun, təsəvvür edin, od yanır, yanğın baş verib, necə ki su tökəndə o yanğını söndürdüyü kimi günahları o cürə söndürür. Nə deməkdir günahları söndürür? Günahlar, əziz qardaşlar, sənin qəbirdəki şiddətini və cəhənnəm odunu, alovunu, hərarətini artırır. Günahlar həm qəbirdəki atəşi, sıxlığı, həm də cəhənnəm odundakı alovu şiddətləndirir, artırır. Günahlar, sədəqə isə bunların hamısını söndürür. Sədəqə bunların hamısını söndürür. Sədəqə imkan vermir o qəbirdəki alov alovlansın, cəhənnəm odundakı o od sənin haqqında şiddətlənsin, alovlansın. Bundan da daha önəmlisi, sədəqə Allah subhanahu wa ta'alanın qəzəbinin qarşısını alır. Bunu səhih hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem özü deyir. Deyir ki, Allahın Resulü sallallahu aleyhi ve sellem Sılatur rahimi təzidu fil umri və sadaqatu sir tutfi'u ğadabar Rabb.
Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm, qohumluq əlaqələrinin birləşdirilməsi ömrü uzadır. Gizli verilən sədəqə isə Rəbbin qəzəbini söndürür. Gizli verilən sədəqə Rəbbin qəzəbini söndürür. Təsəvvür edin, sədəqə sənin günahlarını söndürür. Sədəqə sənin Rəbbinin qəzəbini, sənə qarşı olan qəzəbini aradan qaldırır. Sədəqənin əzəmətinə, mükafatına baxın. Ona görə Allah subhanahu ta'ala buyurur: "Ellezine yunfiqun amwalahum bil-leyli ven-nahari sirran ve alaniyeten, felahum ecruhum 'inda rabbihim ve la khawfun aleyhim ve la hum yahzanun." Allah Teala buyurur, o şəxslər ki, gecə və gündüz, gizli və aşkarda Allah yolunda xərcləyirlər, Allah yolunda sədəqə edirlər, onların mükafatı Rəbləri yanındadır, bu birinci. Onlara heç bir qorxu yoxdur, bu ikinci. Və onlar kədərlənməyəcəklər, bu da üçüncü. O şəxslər ki, Allah yolunda mallı mülklərindən gecə və gündüz gizli və aşkar xərcləyirlər. Onların mükafatı Rəbləri yanındadır, onlara qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Gecə və gündüz, yəni hər gün. Hər gün mütləq edəcəyim bir sədəqən olmalıdır. Ona görə baxın,